bir gün bu dünyadan köçəcəyik. O gün bu gün də ola bilər. Yaşdan asılı olmayaraq. Biz dünyadan gedən zaman ki, indi bu saat dünya ilə vidalaşırıq. Elə bil indi canın bədənindən çıxır hal-hazırda. O zaman sən baxırsan, boylanırsan həyatına. Görürsən ki, orada çox önəm verdiyin şeylərin önəmi yoxdur o məqamda sənin üçün. Dünən önəm verdiyin, gecə-gündüz fikrini məşğul edən şeylər həmin anda gözündən düşür. Dünyanın düz qiymətini vermək üçün axirətə gedib dünyaya boylanmaq lazımdır. Dünyada əldə elədiyimiz nemətlər, sahibləndiyimiz şeylər olduqca ötəridir. Heç nəyin sahibi deyilik həqiqətdə biz, heç nəyin. Biz rol oynayan aktyorlar kimi, kiməsə zəngin rolu verilir, kiməsə fəqir rolu verilir. İnsanlar bu qısa müddətin qısalığını, qısa olmasını dəqiq dərk eləsə, nəinki dünyaya etinasız olur, hətta dünyaya nifrət də yarada bilir bu.